Azərbaycan cüdoçusu Əhməd Yusifov Montenegronun paytaxtı Podgorica şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə İspaniyalı 3 qat qitə çempionu Francisco Garrigosu məğlub edib. Bu, yığmanın hazırki turnirdə ilk medalı olub. Bu yarışa çox ciddi hazırlaşmışdıq. Təlim məşqlərindən keçmişdik, ciddi hazırlaşmışdıq. Hədəfim çempion olmaq idi. Amma bürünc medal oldu. Gələn yarışda çempion olmaq lazımdır. Növbəti yarışda çempion olmaq istəyirəm. Növbəti yarışımızda yəqin ki, dünya çempionatı olar. Vaxt var orada. Ora hazırlaşacağıq. 1 ay, 2 aya yaxın vaxt var. O vaxta kimi ora hazırlaşacağıq. Təlim məşq toplantısına gedəcəyik. İlk gün mübarizəyə qoşulan digər cüdoçular Turan Bayramov, Ruslan Paşayev, Könül Əliyeva və Gültaç Məmmədəliyeva yarışı medalsız başa vurublar. Qeyd edək ki, Avropa çempionatı aprelin 26-sında başa çatacaq.